Təqdim olunan 2026-cı ilin büdcə paketi islahat kimi təqdim edilir. Amma tərəfimizdən edilən dərin təhlil göstərir ki, bu islahat kiçik sahibkarın çiyninə əlavə yük kimi yüklənə bilər. Xüsusilə fərdi sahibkarlar üçün təklif edilən yeni sosial sığorta mexanizmi iqtisadiyyatın ən həssas təbəqəsini, kiçik dövriyyəli biznesi zərbə altına salır. Bir çox təqdimatları müxtəlif formatlarda dinləmişəm. Aydın görünür ki, yeni model kiçik dövriyyəli sahibkar üçün maliyyə yükünü artıracaq. Qeyri-formal sektora keçid riskini yüksəldəcək, hətta fəaliyyətin dayanması ehtimalını da artırır. Bu düzəlişlər vətəndaşın gündəlik dolanışığını da təhlükəyə ata bilər. Muzlu işçilərə gəlincə, burada da eyni yanlış yanaşmanın davam etdiyini görürük. Əmək haqqı artmadan vergi yükü artırılır və bu da cəmi 3% artım kimi təqdim edilir. Halbuki mövcud 30%lik yüklənmə 37%-ə qalxır və bu rəsmi şəkildə insanların gəlirindən daha çox vergi tutulması deməkdir. Bu addım əmək müqavilələrinin ləğvini və kölgə iqtisadiyyatına axını daha da sürətləndirə bilər. Əslində, əmək haqqı artmadan vergi artımı sosial siyasət yox, sosial təzyiqdir. Aksizlər üzrə dəyişikliklər iqtisadi məntiqə söykənmir. İçməli spirtdə və alkoqollu içkilərdə 0,2, energetik içkilərdə 0,2, siqaretdə 9,5, mobil cihazlara görə geri manatlıq aksiz, 7 ildən köhnə avtomobillərin ixalında əmsalın benzin üçün 1,2-dən 1,5-ə, dizel üçün 1,5-dən 2-yə qaldırılması, bütün bunlar birbaşa bazarda qiymət artımına gətirib çıxara bilər. İnflyasiyanın yüksək olduğu bir dövrdə belə addımların atılması sadəcə səhv kimi yox, vətəndaşın cibinə ciddi təsir edəcək addım kimi qiymətləndirilməlidir. İctimai yaşayış sektoruna gəlincə, postterminal dövriyyəsinin 50%-in ƏDV-dən azad edilməsi və sadələşdirilmiş verginin 8%-dən 6% endirilməsi 3 il müddətinə nəzərdə tutulub. Sual yaranır, 3 ildən sonra nə olacaq? Bu sektorun 3 il nəfəs almasına imkan yaradıb, sonra yenidən boğmaq planı hansı məntiqə əsaslanır? İctimai yaşa pandemiyadan, inflyasiyadan, xam mal bahalaşmasından zərbə alıb. İndi də vergi rejiminin qeyri-sabitliyi ilə üzdə qoyulur. Belə şəraitdə məhz uzun müddətli sərmayə qoymaq istəyənlərin sayı ciddi şəkildə azala bilər. Naxçıvan üzrə 2026-2036-cı illər üçün tətbiq edilən geniş vergi və sosial güzəştlər paketi isə ümumiyyətlə iqtisadi ədalət baxımından suallar yaradır. Mənfəət, əmlak, torpaq, dividend, idxal vergilərindən həm azad olma, sosial sığorta yükünün dövlət tərəfindən kompensasiyası və digər üstünlüklər yalnız Naxçıvana şamil edilir. Mən buna etiraz etmirəm. Təbii ki, bəs digər regionlar. Elə regionlarımız, rayonlarımız var ki, Naxçıvan qədər çətin vəziyyətdədir. Bu yanaşma regional balansı pozur və vergi siyasətini selektiv alətə çevirə bilər. Güzəşt iqtisadi inkişaf üçündürsə, o zaman bütün geri qalmış regionlara tətbiq olunsun. Təkcə bir regiona yox. Layihədə bəzi müsbət toxunuşlar var. Kirayə gəlirləri üzrə verginin 14%-dən 10% endirilməsi gözəldir. Amma icarə bazarının 70%-i kölgədə olduğu halda təkcə dərəcənin endirilməsi heç nəyi həll etmir. Nağdsız dövriyyə limitinin 200 mindən 400 min manata qaldırılması da fayda verəcək. Amma ümumi iqtisadi sistem dəyişmirsə, bu sadəcə kosmetik düzəliş kimi nəzərdən keçirilə bilər. Hörmətli həmkarlar, bu paket vergi islahatı ilə adı altında təqdim edilir. Təbii ki, mahiyyətcə aşağı gəlirli sahibkarı, kiçik biznesi və muzlu işçini daha ağır vergi yükünə salan bir sənəd kimi görürəm. Vergi siyasətinin məqsədi dövlət büdcəsinin boşluqlarını vətəndaşın qazancından doldurmaq yox, məhz iqtisadi fəallığı gücləndirmək olmalıdır. Təqdim olunan sənəd isə iqtisadi fəallığı gücləndirmir. Əksinə, mənim zənnimcə fəallığa təzyiq göstərir. Biz bu formada qəbul olunan layihənin ölkə üzrə minlərlə kiçik biznesi bağlayacağını, regionlarda tənəzzülü dərinləşdirəcəyini və vergi daxil olmalarını azaldacağını güman edirik. Buna görə də sənəd yenidən işlənməli, kiçik sahibkarın, muzlu işçinin və regionların maraqları da gərək nəzərə alınsın. Əks halda bu paket vergi islahatı yox, vergi yükünün artırılması kimi ola bilər. Bu baxımdan təmsil etdiyim Milli Cəbhə Partiyası bu dəyişikliklərə müsbət yanaşmır. Əlavə olaraq, xanım sədr, qeyd etmək istəyirəm ki, mən büdcə layihəsinə səs verdim, bütün o layihələrə səs vermişəm və sonradan sual yarana bilər ki, mən niyə bunu tənqid edirəm və buna fərqli yanaşıram. Təbii ki, mən büdcə sənədinə müsbət yanaşmalıydım. Çünki bu dövlətin bir sənədidir və mənim ona əksinə səs verməyimlə bağlı heç nədə dəyişmir. Amma mən büdcənin lehinəyəm. Amma bu layihənin lehinə ola bilmirəm ona görə ki, mən istəyirəm ki, burada bəzi dediyim o məqamlar nəzərə alınsın. Təbii ki, bu da ümumilikdə bütöv bir prosesə təsir göstərmir. Amma istərdim ki, bu dediyim məsələlər dərindən analiz olunsun. Çünki mən bunu tək özüm yox, bizim partiyamızda olan ekspertlərlə bərabər analiz etmişik. Təşəkkür edirəm, xanım sədr.